Mərkəzi yolun kənar bir hissəsində şəxsi tikili mülk çıxıb satışa. Həm torpağı, həm evin sənəti tam qaydasında kupçadır. Yəni xüsusi mülkiyyət, fərdi yaşayış təyinatlıdır. Evin 80% işləri görülüb və bütün materiallarda var. Ümumi sahəsi 4 sotdur. 130 kvadrat isə tikilidir, yəni yaşayış sahəsidir. Birinci mərtəbə qaraj və əlavə olaraq otaqlardır. Yəni birinci mərtəbə belə deyək, yay üçün nəzərdə tutulub. İkinci mərtəbə sırf yaşayışdır. Yəni baxın, belə bir çöl görkəmimiz var. Zabor çəkiləcək. Alan adam sadəcə olaraq hasarı çəkəcək. Baxın, oradan belədir. 4 sot torpaq sahəsinin içində inşa edilir. Bir daha deyirəm. İdeal bir tikili həyət evi. Monolit betondur, birinci mərtəbə. Kolonla inşa edilib. 2 mərtəbə 4 otaqdan ibarətdir. Gəlin sizlərə birinci dərəcəli evimizin zirzəmi qatını sizə təqdim edeyim. Keyfiyyətli tikili həyət evi axtaranlar buyurub bizimlə əlaqə saxlasın. Xırdalan şəhərindən yuxarı istiqamətində Abşeron rayon Saray qəsəbəsində mərkəzi yolunun kənarında, yaxınlığında böyük ticarət mərkəzi, şəhərə işləyən avtobus dayanacağı birbaşa. Görürsünüz, bu şam taxtadır. Əmlak sahibi alıb hamısını qoyub bura. Yəni bunlar hamısı hazır vəziyyətdə. Sadəcə sizlik aboy və bir dənə polu vurmaq qalır. Gördünüz, birinci mərtəbəyə çox vaxtı getməsin. Sizə buranı təqdim edeyim. Bir də burada qaraj hissəsidir. Baxın, burada da materiallar xeyli var. Bura böyür hissəsidir. Hündür, quru bir ərazi yerləşir. Ehtiyat 2 tondan çox böyük çənimizə qədər var. Yəni bir sözlə, yoxdur sözü yoxdur bu ərazidə. İdeal bir evdir. Görürsünüz, çöl görkəmi. 4 bir tərəfinə keçmək mümkündür. Deməli, magistral yolla arası cəmi 100 metr məsafədə. Şəxsi tikili mülk axtaranlar buyurub əlaqə saxlayın. Bugünkü gündə də torpaq qiymətinə sizlərə evi təqdim edirik. Bazar qiymətinə yəni çox ucuz təklif olunur. Alan adam sadəcə olaraq qalan işləri tamamlanmalıdır özü üçün və hasarını çəkməlidir. Daha ətraflı məlumat almaq üçün gəlib evə baxa bilərsiniz və əmlak sahibi tikintisi haqqında da sizə tam olaraq aydın məlumat verəcək. Bura bizim terasımızdır. Baxın, evimizin qarşısı tam açıqdır. Burada kollektor sistemi yığılıb, ev opşi isti döşəmədir. Kombinin baxın, təzyiqini də göstərim, xəttlər yoxlanılıb, hazır vəziyyətdədir. Qaz, su, işıq fasiləsiz olan ünvanındayıq. Daxil olarkən geniş ölçüyə malik koridor sistemi qarşılayır. Yer monolitdir. Solda geniş mətbəx bölməmiz. Baxın, pəncərələrin dəmir barmaqlarına qədər quraşdırılır. Ev aboya hazır vəziyyətdədir. Sağda qonaq otağımız. Gözəl təmir olunub, həqiqətən də ideal iş görülüb, abo işlər qarıb. Solda ümumi sanuzellərimiz ayrı-ayrıqdadır. Bura ayaq yolu hissəsidir. Bura geniş hamam qismidir. Görürsünüz, kafellərinə qədər qranit seçilib, vurulub, hamısı hazırdır. Burada yataq otaqlarımızdır. Yəni hər biri geniş ölçüyə malikdir. Burada da bir otaqdır. 4 otaqdan ibarətdir. Deməli, dəyərli dostlar, əsas girişdən gəldikdə yataq otaqlarımız qaldı burada. Sağda bir dənə də yataq otağımızdır. Əmlak sahibi buranı çamaşırxana eləyib, yəni paltar yuan üçün nəzərdə tutub da böyük bir şkaf qoyulub. Eləsin. Bura krişadır, çorni poluyadır, tam olaraq hər şey qaydasındadır. Diqqətinizə görə təşəkkür edirəm. Qiymət haqqında əlaqə saxlaya bilərsiniz.